Sən əlimizdən tutub qaldırmasan biz yox. Biz səcdən qaldırana bir cümlə deyirik. Səcdən qalxanda oxuyurlar ha. Bihəvlillahi quvvətihi əqumu və əqud. Nə deməkdir? Birinci qiyamdasın. Qiyamda gedirsən rükuya. Deyirsən, Subhanə Rabbiyəl azim və bihamd. Nə əzəmətli sənsin. Sonra bu azdır. Qəddün əyilib ha, yarıya qədər. Deyirsən, yox, bu azdır, yarıya qədər yox. Gələk atım özümü torpağın üstünə. Gelsən səcdiyə. Orada deyirsən, Subhanə Rabbiyəl ə'la və bihamd. Sən ucasan, ə'lasan. Əlimdən tutmasan, heç yerimdən qalxa bilmərəm. Bihəvlillahi quvvətihi əqumu və əqud. İndi sənin gücündən qalxacam yerdən. Sən tutacaqsan mənim əlimdən.